Aleykümselam və rahmetullahi və barakatuhu. İslam dinində şəkil çəkmək, yəni canlı şəkli çəkmək böyük günahlardan sayılır. Allah Teala bunun barəsində Quranda belə buyurmuşdur: "Və men azlamu mimmen zəhəbə yaxluqu kəxalqi." Biməna olaraq Allah Teala buyurur ki, mənim yaratdıqlarım kimi yaratmağa çalışan, yaratmağa istəyən yaratanlardan daha zalim kim ola bilər ki? Və həmçində Allah Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərində də bildirilir ki, təsvir çəkənlər qiyamət günü ən şiddətli əzaba düçar olanlardan olacaqlar. Və həmçində Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərində bildirilir ki, onlar yaratdıqları, yəni o çəkdikləri şəkillərə, yəni ruh olan şəkillərə Allah-u Teala onlara deyəcək ki, sən özünü, yəni həmənki şəkil çəkən insanlara, sən özünü mənə mi bənzətmək istəyirdin? Elə isə bu yaratdıqlarına nəfəs ver. Və həmçinin başqa rəvayətlərdə bildirilir ki, insanın çəkdiyi o şəkillər, hansı ki onlarda ruh var, yəni canlı şəkillərdir, heyvandır, quşdur və bunun kimi digər misallar və qiyamət günü Allah qorusun cəhənnəmdə onlara ruh verilər və onlar özünü o həmənki şəkilləri çəkən insana əzab verərlər. Və bir neçə hədislər var ki, şəklin çəkməsinin böyük günahlar olmasına dəlalət edir. Bir günahın böyük olmasına dəlil nədir? Dəlil onun barəsində hər hansı bir əzabın gəlməsi. Açıq-aşkar onun barəsində bir əzab və həmçində hər hansı bir hədd cəza gəlibdirsə, məsələn, içki içənin qamçılanması, zina edənin daşqalaq olunması və bunun kimi oğurluq edənin əlinin kəsilməsi və belə hədlər, buna hədlər deyilir, hədlər gəlibdirsə və yaxud da onun barəsində, o günah barəsində vəid, yəni əzab gəlibdirsə, həmənki günahın böyük günah olmasının dəlilidir, sübutudur. Burada sual verilir ki, bəs nə üçün təsvir çəkmək, canlı şəkli çəkmək tövhid bablarında keçir, tövhid kitabında keçir. Çünki bu şəkil insanın şirkə düşməsi üçün vəsilədir. Dəlil də hardan gəlir? Dəlil, baxsaq, Nuh surəsində orada keçir ki, Nuh aleyhissalam öz qövmü barəsində deyir ki, وَقَالُوا لَا تَذَرُنَّ آلِهَتَكُمْ. Onlar bir-birlərinə dedilər ki, öz ilahlarınızı tərk etməyin. لَا تَذَرُنَّ آلِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدَّوْا وَلَا سُوَاعًا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَصْرًا. Bu 5 adı keçən bütü, xüsusən də bu bütləri tərk etməyin deyə qövmdə olan, tayfada olan şəxslər bir-birlərinə tövsiyə edirlər. Bunlar kimlər idi? Bu 5 şəxs əməli salih insanlar idi. Əməli salih Allaha ixlasla ibadət edən qullar idi. Ancaq vaxt keçdi, onlar dünyasını dəyişdilər və dünyasını dəyişdikdən sonra bir müddət sonra şeytan onlara belə vəhy etdi ki, onlara belə gözəlləşdirdi ki, yəni bunlar sizin yanınızda olanda bunlarla birlikdə siz Allaha gözəl bir şəkildə ibadət edirdiniz. Gəlin siz onların şəkillərini düzəltin, onların bütlərini düzəltin, burada qoyun, sizin ibadət etdiyiniz yerdə qoyun və siz yalnız Allaha ibadət edin. Onlar da bu şəkildə etdilər, onların bütlərini düzəltdilər, onların şəkillərini cizdilər və onlarla birlikdə, yəni onları ibadət etdikləri yerdə qoyub, yalnız Allaha ibadət etdilər. Onlara ibadət etmədilər. Onlardan heç nə istəmədilər. Sadəcə bir büt kimi qıraqda qoydular. Yəni onlara bizim dildə desək bir motivasiya verən bir varlıq kimi. Bu şəkildə ondan istifadə etdilər. Ancaq illər keçdi və onlar öldülər və onlardan sonra gələn nəsillər gəldi və şeytan onlara dedi ki, siz nə edirsiniz? Sizin atalarınız bu daşlara, bu bütlərə ibadət edib. Siz də bu bütlərə ibadət edin və bundan sonra insanlar şirkə düşdülər. Allahı qoyub başladılar nə etməyə? Həmənki bütlərə. Səbəb nə oldu? Səbəb onlara şəklin verilməsi oldu.
Fikir verin, onların hazırlanması, onların düzəldilməsi, onların üz cizgilərinin hazırlanması, fikir ver, əgər onlar o şəkilləri çəkməsəydilər və o bütləri düzəltməsəydilər, tamam, ondan sonra gələn qövmlər, yəni şirkə düşmələri, yəni o qədər də yaxın deyildi. Amma onların etdiyi bu şeyə görə onlar şirkə düşdülər. Fikir ver, bugünkü gündə xristianlarda İsa əleyhissalamın şəklinin çəkilməsi, Məryəm əleyhissalamın şəklinin çəkilməsi və insanların onların qarşısında səcdə etməsi, şam yandırması, onlardan qorxması və bu cür şeylər, fikir ver, nədən gəlir? Yəni insanın şəkil çəkməsindən, onların bütünün büstünün düzəlməsindən gəlir. Ona görə də Tövhid kitabında bu yer alır. Nə üçün? Çünki şəkil çəkmək insanı şirkə aparan vasitələrdən biridir. Ona görə bundan uzaq olmaq lazım, çəkinmək lazım. Və həmçində şəklin çox böyük fəsadları vardır. Şəklin çox böyük fəsadları vardır. Bunlardan birincisi, ən birincisi İslamda haram olmasıdır. Peyğəmbər s.ə.v hədisində və həmçində Quranda gələn ayəyə görə haram olmasıdır. Və burada sual verilə bilər ki, yəni bu əlavə olaraq gətirək, insanın telefonla, aparatla çəkməsi ilə əllə çəkməsinin fərqi varmı? Alimlərdən bəziləri istisna gətirirlər telefonla çəkməyin, aparatla çəkməyin. Amma cümhur, çox alimlər gətirir ki, yəni şəkil çəkilərsə, istəyir telefon, istəyir kamera, yəni kamera deyəndə fotoaparatdır. Yəni bunlarla şəkil formasında çəkilərsə eyni hökmü daşıyır. Allah qorusun. Sadəcə zərurət halı istisna olmaqla digər hallar, yalnız zərurət halı istisna olarsa çəkmək olar. Pasport kimi, şəxsiyyət vəsiqəsi kimi və baxırsınız ki, ölkəyə girildiyi zaman yəni fotoaparatı çəkilir və foto şəkli çəkilir və bu cür hallar olarsa istisna. Amma digər vaxtlarda insanın səfərə gedir, öz şəklini çəkməsi və həmçinin müəyyən iş gördüyü zaman öz şəklini çəkməsi və öz evladlarının şəklini çəkməsi ki, sonra böyüyəndə onlara baxsınlar, öz uşaqlıqlarını yada salsınlar. Bunlar heç biri icazəli deyil, dinimizdə haram olan bir şeydir. Bir də bunun subhanallah hikmətinə baxalım. Birincisi, bu dinimiz baxımdan, dini baxımdan, şəri baxımdan haramdır, qadağandır. İkincisi odur ki, insan Allah qorusun şəkil çəkər, ola bilsin ki, qadındır, cahil vaxtında başı açıq şəklini çəkər və dünyasını dəyişər və onun çəkdirdiyi o şəkli qəbir daşına vurarlar. Və subhanallah, qəbir daşı da elə bir şeydir ki, 100 illərlə, bəlkə də 1000 illərlə uzun bir müddət günahın axdığı bir şeydir. Çox dəhşətli bir şeydir qəbir daşı. Və Allah qorusun, insanın başı açıq şəkli və o qəbrə vurularsa və hər dəfə oradan naməhrəmlər keçər də və o qadına baxarlarsa, onun üçün əzab üzərinə əzabdır. Və dinimizin qadağan etdiyi bir şey qəbrin götürülməsi və qəbrin üzərinə şəkil vurulması nə verir? Baş verir və bu da sənin şəkil çəkdirməyin səbəbi ilə. Əgər sənin şəklin olmasaydı, ora şəkil vurulmayasaydı. Üçüncüsü, şəkil çəkdirməyin fəsadlarından biri odur ki, Allah Teala insana unutmaq neməti verib və insanın yaxını dünyasını dəyişir. Öz anası, atası, evladı, qardaşı, bacısı, öz zövcəsi, yoldaşı dünyasını dəyişir və bir müddətdən sonra insan həmən ki şəxsi unutur. Bu da Allahın bir nemətidir ki, unutmaq neməti. Əgər insan bütün ömrünü o həmən ki yaxınını itirdiyi halda nə hisslər keçirərsə, ömrünü o hisslərlə keçirərsə, insan yaşaması mümkün deyil. O ağrını çəkməsi onu ağır gələr və bu əzaba, bu acıya tab gətirə bilməz və ömrü qısalar. Bu da Allahın nemətidir ki, unutma neməti. Fikir verin, siz şəkil çəkmək elə bir şeydir ki, illər keçir və sonra siz o həmən çəkdiyiniz şəklə, o həmən şəkil çəkdirən şəxsin şəklinə baxırsınız, hansı ki dünyasını dəyişib
və sizə o unutmuş hisslər təzəldən gəlir. Fikir verin. Subhanallah, bu da sizdə unutulmuş bir ağrını, unutulmuş bir hissləri təzəldən oyatır. Fikir verin. Bu həqiqətən də insanın öz-özünə verdiyi bir əziyyətdir. Dördüncüsü odur ki, insanın bu şəkilləri çəkib paylaması insana göz dəyməsinə və digər həsəd əhlinin həsədinə uğramasına səbəb ola bilir. Baxırsınız, insan öz şəklini çəkir, gözəlliyini, öz gücünü, özünün evladını, subhanallah, sonra bunu profillərdə paylaşır və baxırsınız ki, başqa bu nemətdən məhrum olan insanlar o şəkilə baxır və o şəkil səbəbilə həmənki şəxsə həsəd, paxıllıq baş verir, xəstələnir və Allah qorusun sağlam bir həyat çətin bir həyata çevrilir. Allah qorusun. Və həmçinin fəsadlarından beşincisi odur ki, bugün sehirdir, cadudur, şəkil vasitəsilə olunur. Və fikir verin, siz şəkil çəkdirirsiniz, profildə paylaşırsınız və sizin şəklinizi profildən götürürlər, onu çıxardırlar və onun üzərində sizə sehir edirlər və sizin də heç bir xəbəriniz olmur. Fikir verin, Allah qorusun, yəni bu dəhşətli bir şeydir. Yəni heç bir şeydən xəbərin olmadığı halda sənin çəkdirdiyin şəkillə Allah qorusun sənin üçün və sənin evladın üçün və digər insanlar üçün yəni sehir olunur, cadu olunur pis insanlar tərəfindən. Və həmçində yəni bunun kimi digər nə qədər fəsadlar var ki, bu da şəkil çəkmək səbəbilə olur. Buna görə yaxşı olar ki, yəni insan, xüsusən də müsəlman, dinli yaşamaya çalışan insan bu şəkil məsələsindən uzaq olsun. Və nə qədər ki, möhlət diyarındadır və ola bilsin ki, insan uşaqlığında, məktəb yaşlarında və ya universitetdə müəyyən şeylər şəkillərini çəkib, unutub və bu etdiyi bu əmələ görə tövbə etsin ki, Allahım, bilmədim, cahil oldum, bu elmin barəsində xəbərim olmadı və bir daha canlı bir şəkil çəkməyəcəm deyə tövbə etsin. Və tövbə edərsə Allahın izni ilə tövbə elə bir günahdır ki, bütün olunmuş günahları təmizləyir. Hətta şirk belə olsa. Ona görə bu məsələ ciddi məsələdir. Ciddi məsələ olduğuna görə də Tövhid kitabında yer almışdır. Allahdan istəyir ki, Allah müvəffəqiyyət versin. Əmin. Sələm aleykum və rəhmətullahi və bərəkatuhu.